Salam əziz abituriyentlər. Bugünkü mövzumuz çoxhədlinin vuruqlara ayrılmasıdır. Uşaqlar, bu mövzuda əvvəlcə siz başa düşməlisiniz ki, vuruqlara ayrılmaq nə deməkdir? Necə ayırırıq? Bunun üçün müəyyən üsullar var ki, təbii ki, onlardan istifadə edəcəyik. Amma vuruqlara ayrılmağın nə olduğunu gəlin sizə başa salım. Məsələn, bizə bir dənə ifadə verib, tutalım 6x-in kubu minus 5x. Bu vuruqlara ayrılmayıb. Çünki niyə? Hələ ki, burada ortada çıxma var. Yəni siz vuruq yaratmalısınız burada. Mən burada ortaq vuruq x-i çıxartacağım, qalacaq 6x-in kvadratı, çıxılsın 5. İndi vuruqlara ayrıldı. Çünki niyə? X oldu birinci vuruq. X-i nəyə vurursunuz? Mötərizdəki ifadəyə. Baxın, bu da ikinci vuruqdur. Deməli, vuruqlara ayrılmış formadadır. Və yaxud da məsələn belə olsun. 8 vurulsun 5x minus 3. Bu da vuruqlara ayrılıb. Çünki birinci vuruq, ikinci vuruq. Hətta mən bunun yanına belə də ifadə yazıram. A açıq B. Bu üçlü də vuruqlara ayrılıb. Çünki birinci vuruq oldu, bu ikinci vuruq. Sonuncu mötərizi də üçüncü vuruqdur. Yəni, haşiyə şəklində göstərməliyik biz həmən ifadələrim. Aşağıdakini silirəm. Başlayırıq üsullara. Üsullar. Uşaqlar, birinci üsulumuz müxtəsər vurma düsturlarının köməyi ilədir. Yazacağım. MVD. Yəni, müxtəsər vurma düsturları. Məsələn, necə edə bilərik? Tutalım, bizə belə bir ifadə verib. Olsun 4a kvadrat üstə gəlinsin 4ab, bir də üstə gəlinsin b kvadrat. Siz bura baxan kimi görürsünüz ki, əslində bu hansı müxtəsər vurma düsturuna oxşuyur? Cəmin kvadratına. Yəni 2a üstə gəl b-nin çöl kvadratına oxşuyur. Bu da müxtəsər vurma düsturlarının köməyi ilə vuruqlara ayrılmaqdır. Bu kvadrat dediyi üçün uşaqlar, əslində bu bilirsiniz nə deməkdir? 2a üstə gəl b-dən 2 dəfə bir-birinə vurmaq. Baxın, belə deməkdir. Həqiqətən də birinci vuruq, ikinci vuruq. Yəni, mən çoxhədlinin vuruqlara ayırdım. Müxtəsər vurma düsturunun köməyi ilə. Bu cəmin kvadratı da ola bilər və yaxud da kublar cəmi də ola bilər. Kvadratlar fərqi də ola bilər. Yəni, bu müxtəsər vurma düsturunun hər birindən istifadə edirik vuruqlara ayrılmada. İkinci düsturumuz, daha doğrusu ikinci üsulumuz ortaq vuruğun mötərizə xaricinə çıxarılması. Necə olacaq? Məsələn, bir ifadə yazacağım. 6x-in kubu minus 2xy plus x kvadratı bərabərdir. Uşaqlar, burada hər birisində nə var? X kubunda da x iştirak edib. XY, baxın, burada da x var, x kvadratında da x var. Deməli, mən ortaq olaraq x-i çölə atdım. 6x kubundan birini çıxartdım, 2 dənəsi qaldı. 2xy-dən x ümumiyyətlə çıxartdığım üçün x deyilən bir şey yoxdur. Üstə gəl kvadratdan da birini çıxartdım, biri qaldı. Yəni, vuruqları ayırdım. Birinci vuruq, mötərizədə oldu, ikinci vuruq. Bu da ikinci üsulumuzdur. Üçüncü üsul, qruplaşdırma. Qruplaşdırma. Uşaqlar, bu üsulda yəni siz yoxlamalısınız. Hansı ilə hansını qruplaşdırsam daha yaxşı olar. Mənim işimə yarayar. Məsələn, belə bir sual olsun. Bu üsulda yəni yoxlamalısınız. Dəfələrlə yoxlamalısınız. Sonra əliniz zaten alışacaq. Bərabərdir. Mən burada birinci ilə ikincini götürəcəm. Yəni qruplaşdıracağım. Bu ikiliyə bir baxıram. 3 ilə də 4-ə bir baxıram. Fikir verirsinizsə, birinci və ikincidə ortaq vuruq cx-dır. Kvadratdan bir dənə x qalacaq. Cx-in özü getdiyi üçün sadəcə 1 qalacaq. Üstə gəl. Dx çıx d-dən ortaq vuruq d-dir. Çünki fikir verin, oxuyanda da dx və d. İkisində də d hərfi iştirak edir. Burada da qalacaq x çıx 1. Bərabərdir. Hələ də vuruqlar ayrılmayıb, çünki ortada toplama var. İndi vuruqları ayırmaq üçün fikir verin. Toplamadan əvvəl və toplamadan sonraya baxıram. Ortaq nədir? X minus 1. Atdım çölə. Hansılar qaldı? Cx qaldı, bir də d qaldı. Ortada toplama olduğu üçün toplama yazdım. Deməli, birinci mötərizəm oldu, birinci vuruq. İkinci mötərizəmdə oldu, ikinci vuruq. Yəni, mən qruplaşdırma üsulu ilə vuruqları ayırdım. Bu bizim adlanır üçüncü üsulumuz. Qeyd edeyim bunu da. Keçək 4-ə. Dördüncü üsulda hədd əlavə edib çıxma üsulu. Hədd əlavə edib çıxacaq. Məsələn, belə bir sual olsun. A üstü 4, üstə gəl a kvadrat, üstə gəlinsin 1. Uşaqlar, bu üsul niyə var?
Biz müxtəsər vurma düsturuna bir növ oxşadacağıq. Bu formada oxşamır, düzdür? Hər hansı bir hədi əlavə eləsəm və təbii ki, çıxmalıyam ki, orada stabillik yaransın, o zaman oxşayacaq. A üstü 4-ü saxlayıram. A kvadratı da saxlayıram, 1-i də saxlayıram. Üstə gəl. Elə bir həd əlavə edib, həmçində o hədə çıxmalıyam. Bu həd A kvadratıdır. A kvadratını əlavə elədim, çıxdım. Niyə əlavə elədim, çıxdım? Çünki dəyişiklik olmasın deyə. Bərabərdir. İndi yazaq A üstü 4. A kvadrat üstə gəl A kvadrat. Elədi 2A kvadrat. Üstə gəl 1, bir də çıx A kvadrat var. Bərabərdir. Fikir verirsinizsə uşaqlar, bu üçlü nəyəsə oxşuyur. Təbii ki, bu müxtəsər vurma düsturudur. Hansı özdə A kvadrat plus 1-in çöl kvadratına oxşuyur. Bir də çıxılsın var burada A kvadrat. İndi bu ikili kvadratlar fərqinə oxşuyur. Bir dəfə çıxacaqsınız, bir dəfə toplayacaqsınız. Yəni bir dəfə A kvadrat plus 1-dən çıxacaqsınız A-nı. Bir dəfə də A kvadrat plus 1 ilə A-nı toplayacaqsınız. Fikir verin, bu birinci vuruq, bu da ikinci vuruq. Yəni mən bu ifadəni vuruqlara ayırmış oldum. Ən çox bununla da qarşılaşırıq ki, uşaqlar çaşırlar bu tipli suallarda. Bilmirlər nə əlavə edib çıxsınlar. 4-dən 4 idi bu. Tamam, olsun 5-ci. 5-ci üsulumuz köklərdən istifadə eləmək üsuludur. Kökdən istifadə. Uşaqlar, bu üsulda əslində siz bir növ kvadrat təlini də yaxşı bilməlisiniz. Məsələn, nümunə olsun ki, 2x kvadratı minus 5x plus 3. Əvvəla biz A, B, C əmsalları təyin edirik. Yəni, A, məsələn, əlifbada necədir? A birinci gələn, B ikinci, C də üçüncü. Eyni qaydada A birinci gələn 2-dir, B mənfi 5, C də 3-dür. B-ci hələ bizə lazım deyil. A-nı yazaq. 2. Qalsın burada. Keçək indi diskriminanta. Diskriminant nədir? Kökün tapılmasıdır. Gələcək dərslərdə danışacağıq uşaqlar. Sadəcə burada qısa nəzəri məlumatlar veririk ki, vuruqları ayırmaqda köməyiniz olsun. Kökləri yox, belə yazağın. B kvadrat çox 4AC. Bir də kökləri yazağın. Mənfi B plus minus kökdə D böl 2A. Bu iki düsturda qalsın burada. Deməli, birinci düstur nə üçündür? Diskriminantın tapılması üçündür. Gəlin, D-ni tapaq. Diskriminant B-nin kvadratı 5-in, mənfi 5-in kvadratı 25, çıxılsın 4, 2-nin 8, 8 üçündə 24. Elədi 1. 25-dən 24 çıxdım 1. İndi kökləri tapmalıyam. Axı, deyək, köklərdən istifadə elə. Mən də kökləri tapmalıyam. x1 və x2. Niyə x1, x2 yazırıq? Bir dəfə toplama, bir dəfə də çıxma olduğu üçün. Onda mən bunun 1-i yazım, aşağıda da x2 yazarım. Deməli, qoyaq yerinə. Mənfi B, mənfi 5 oldu, müsbət 5. Plus, kökdə diskriminant, yəni kökdə 1, 1 çıxdı. Bölünsün 2A, 2A da 2, 2-nin 4. Bərabərdir. 6-ını da 4-ə böləndə 1, 10-da 5. Daha sonra 5, 1, 4. Bunlar qaldı yerində. Sadəcə ortada çıxma olacaqdır. Bilirsiniz, bayaq da dedim. Bir dəfə çıxma, bir dəfə toplama. O da elədi. 4-ü 4-ə böləndə 1. Deməli, köklərin 1, 10-da 5 ilə 1 imiş. İndi gəlin, vuruqları ayıraq. Bu bizim köklərin tapılması üsuludur. Hələ vuruqları ayırmaq üçün də bir düstur var. Düstur, bu düsturu vacib, yəni düsturlardan da bilməlisiniz. Qabaqda A duracaq, x çıxılsın x1, x çıxılsın x2 düsturundan istifadə edirik. Deməli, qarşıdakı A-nı saxlayaq. A nədir? 2. Böyüdüm ki, həm əvvəlki sual görəsiniz, həm də düsturu. A nədir? 2 vurulsun, x çıxaq. x1, 1, 10-da 5 vurulsun. x2, 1. Digər üsulumuz tam kvadrata ayırmadır. Deyəsən 6-cı gəlirdi. Elə bilirəm ki, olsun 6. Bəli, 6. Tam kvadrata ayırma. T, K, A yazıram. Tam kvadrata ayırma. Bu üsulda uşaqlar əslində bir növ həd əlavə edib çıxmağa da oxşuyur. Yəni yazırıq ki, x kvadrat çıx 6xy 6xy plus 8y kvadrat bərabərdir. Mən x kvadrat çıx 6xy yazıram, qalır yerində. İlk ikilini yazdıq. Bundan sonra elə bir hədd əlavə edəcəm ki, uşaqlar, burada fərqin kvadratı yaransın. Yəni, 6-nı 2-yə böləcəksiniz, ortadakı həddi. 3 elədi, düzdür. 3-ün kvadratı 9. Yəni, 9
Y olmadığı üçün y kvadrat. X var, indi y də yazmalıyam. Həmçinin həddi çıxmalıyam ki, burada yəni əlavə edib çıxanda bir dəyişiklik olmasın deyə edirik bunu. Üstə gəl 8y kvadratda sualın şərtindədir. Bərabərdir. İndi uşaqlar bu ilk üçlü nəyə oxşuyur? X çıxılsın 3y-in çöl kvadratına oxşuyur. Bir də çıxılsın 9y kvadrat, 8y kvadrat. Bunları da islah eləsəm mənfi y kvadrat qalacaq. Bərabərdir. Kvadratlar fərqinə oxşuyur uşaqlar. Yəni x çıxılsın 3y çıx y. Bir də x çıxılsın 3y üstə gəlinsin y. Bərabərdir. Həll edək bunu, belə saxlamayaq. X çıxılsın mənfi 3y çıx y. Mənfi 4y. X çıxılsın mənfi 3y plus y mənfi 2y. İndi mən vuruqları ayırdım. Yenə qeyd edirəm. Birinci vuruğum və ikinci vuruğum. 6-dan sonra gəlin yazaq 7. 7-ci üsul ortadakı həddi parçalamadır. Ortadakı həddi parçalama. Məncə ən çox bu üsuldan istifadə edirik. Suallarda da qarşınıza çıxacaq, görəcəksiniz. Ortadakı həddi parçalama. Məsələn, belə sual olsun. Nümunələrdən izah eləyəndə daha yaxşı başa düşürsünüz bu dərsim. Mən də elə izah edəcəm. Bərabərdir. X, y elə parçalayacağım ki, həm x kvadratına yaxşı olsun, həm də 2y kvadrat üçün də yaxşı olsun. Yəni, ortaq vuruq çıxarda bilək də, o mənada deyirik. Baxın, x kvadratını saxladım. X, y necə parçalaya bilərəm? Müsbət 2xy çıx xy kimi. Olar mı? Həqiqətən 2xy-dən xy çıxanda bir dənə xy qalacaq. Sadəcə parçaladım. Zaten qayda bunu deyir. Deyir ki, parçala. Sondakı vuruğu da köçürtdüm. Bərabərdir. İndi ilk ikilidən bir ortaq çıxardıram. Son ikilidən bir dənə ortaq çıxardacağıq. İlk ikilidən nəyə çıxarda bilərsiniz? X-ım. Qalacaq içəridə x üstəgəl 2y çıxılsın. O birisindən də y çıxarsam yenə qalacaq x üstəgəl 2y. Bəzən uşaqlar deyir, müəllimə x çıxılsın 2y. Axı mötərizəyə salanda mənfinin təsirinə görə mötərizənin içərisi toplam olur, işarə dəyişdirir. Bərabərdir. Bayaqçı kimi ortaq vuruq x üstə gəlsin 2y, çöldə də qaldı x çıxaq y. Qeyd eləyə bilərsiniz. Bu da bizim sonuncu üsulumuzdur. 7 üsuldur və 7 üsulun hər birindən mütləq bir sualla qarşılaşacaqsınız. Bu qədər. Sonra burada bir qeyd yaza bilərsiniz uşaqlar. Qeydimiz belə olsun. Eynilik. Bu mövzuda eynilik də düşür. Dəyişənin bütün mümkün qiymətlərində doğru olan bərabərliyə eynilik deyilir. Məsələn, bir eynilik yazacağım. Tutalım 6x üstə gəlinsin 5xy. Bu nəyə bərabərdir sizcə? Təbii ki, x ortaq çıxarda bilirsiniz. X vurulsun 6 plus 5y. Yəni, sağdakı ifadə soldakı ifadəyə bərabər oldu. Eynilik oldu. Bu qədər. Yəni, çətin bir şey deyil əslində. Bilirsiniz bunu da. Başlıq kimi qeyd eləyin. Çox hədlinin çox hədliyə bölünməsi. Uşaqların o yaralı yeri. Əslində, burada çox hədliyə bölünməsi üçün vuruqlara da ayıra bilərsiniz. O bir problem deyil. Amma ki, məncə bu bölünmə üsulu daha rahatdır. Yəni, daha tez tapılır. Ona görə mən bunu qeyd edirəm ki, uşaqlar bu üsuldan da istifadə etsinlər. Belə bir şey olsun. Bir dənə çox hədli götürürəm. X kubu plus 5x minus 42. Deyir ki, bu çox hədlini çəkdim. Daha sinifdə necə eləyirik? Belə bölürdük də. Bölürük nəyə? X minus 3 çox hədlisinə. Çox hədliyi böləcəyik. Necə? Başlayırsınız. Əvvəla 2 həddə böldüyünüz üçün, natural ədədlərdə də belə idi də, 2 həddə ayırıram. Baxın, ayırdım. İndi, birinci başladım x kubu. X kubunun içərisində x kvadratı dəfədir. İndi vururam və həmən ifadədən çıxacam. X kvadratını x-a vuranda x kubu, x kvadratını mənfi 3-ə vuranda mənfi 3x kvadrat. Bu ifadədən bunu çıxıram. Çıxıram, altdan xətti çəkdim. Baxın, natural ədədlərdə necədirsə elə də edirəm. Qaldı nə? X kublar getdi, qaldı 5x plus 3x kvadrat. Yerini dəyişirəm, yazıram 3x kvadrat plus 5x. Hər zaman dərəcəsi böyük olan birinci yazılmalıdır. Sonra, indi yenə 2 həddə olduğu üçün mənfi 42-nin yanına gətirmirəm hələ ki. 3x kvadratının içərisində x neçə dəfədir? 3x dəfə. Özü də müsbət. Yenə vurub çıxıram. 3x x-ə vuranda 3x kvadrat.
3x-i mənfi 3-ə vuranda mənfi 9x. Vurdum, çıxdım. 3x kvadratlar gedəcək. Qalacaq 5x plus 9x, yəni 14x. İndi bir hədd oldu uşaqlar. Avtomatik mən mənfi 42-ni yanına gətirəm ki, 2 hədd olsun ki, mən bölə bilim. İndi 14x-in içərisində x 14 dəfədir. Özü də müsbət 14. Yazdım. Vurub açıram. 14x-ə vuranda 14x, 14-ü mənfi 3-ə vuranda mənfi 42. Ədəddən özünü çıxanda 0 qalır da, bilirsiniz. 5-dən 5-i çıxanda necə 0-dırsa, 14x minus 42-dən də özünü çıxanda 0 qalır. Yəni, qalıqsız şəkildə bölündü. Onda deməli, vuruqları nə imiş? X kubu plus 5x minus 42-ni x minus 3-ə böləndə bu alındı. Və yaxud da vuruqları əslində x minus 3 və digəri də x kvadrat plus 3x plus 14 idi. Yəni, siz belə də vuruqları ayıra bilərsiniz əslində. Bu da rahat bir üsuldur. Və istifadə edirik bu üsuldan da. Ona görə xahiş edirəm, diqqətli qulaq asın, təkrar baxın. Bu üsula başa düşməsəz videonu dayandırın, əvvələ qaydın, təkrarən baxın, özünüz üçün də işləyin bu tip suallarım. Topluda da var uşaqlar, yəni qarşılaşacaqsınız dediyim kimi. Bu qədər uşaqlar. Mövzu izahımızın da sonuna gəldik. İnşallah gələn dərs yeni bir mövzuya, kvadrat kökləri keçəcəyik. Böyük bir mövzudur. Özünüzə yaxşı baxın, sağlıqla qalın. Özünüzə diqqət eləyin. Xudahafiz.